Herkese salam. Bugün sizler için İranlıların çok məşhur ve çok dadlı bir şirniyyatını hazırladım. Özellikle de çok rahat hazırlanır. Mütləq hazırlayın. Keçəyin hazırlanma qaydasına. Bize lazım olacak 1 stakan un ve yarım stakan manna əlavə edirik. Üzerine 1 çay kaşığı şeker tozu, 1 paket vanil əlavə edib qarışdırırıq. Ve üzerine 1 stakan da su əlavə edirik. Su soyuq olmalıdır. Yeniden qarışdırırıq. Tavanı önceden kızdırırıq ve içerisine əlavə edib bir pişiririk. Hazır olduktan sonra içlikdən əlavə edib bükürük. İçlik olarak da 180 gram tvarok ve 100 gram pendir, 3 yemək qaşığı da şeker tozu əlavə edib qarışdırıb içlikdən əlavə edib eyni qaydayla bükürük. Ve bol qızmar yağın içerisinde her iki üzündə qızardırıq. Qızardıqdan sonra şərbətin içərisinə əlavə edirik. Şərbəti üçün isə bizə lazım olacaq 2 stakan şeker tozu, 1 stakan da su əlavə edirik. Təxmini 10 dəqiqə qaynadırıq. Və sonda üzərinə darçın da əlavə edirik. Siz əgər darçın sevmirsinizsə, şeker pudrası da əlavə edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.